Gəlsin 43-dən bu üsulla, imtahanda ancaq bu üsulla gedirsiniz. Bölə-bölə getməyin. Çünki böyük ədədlər verəcək. 1, 1, 11 qalır. 11-in içərisində də 2 üstü 3 var. 11-dən çıxıram 8-də qalır 3. 3-ün də içərisində 2 üstü 1 var. Çıxıram 2-ni qalır 1. 1-in də içərisində 2 üstü 0 var. Baxaq indi olanların yerinə 1 yazıram. Buradan sona qədər, yəni 5-dən sona qədər. Olanların yerinə 1 yazıram, olmayanların yerinə 0 yazıram. 5 var, 1. 4 var, yox. 3 var, hə. 2 var, yox. 1 var, hə. 0 var, hə. Neçədən oldu? 3 dənə 1 oldu. 1, 2, 0 var, hə. 3 dənə də 0 oldu. Baxaq, 5 var, hə. 4 var, yox. 3 var, hə. 2 var, yox. 1 var, hə. 0 var, hə. 0-a da 1 qoymalıyam axı. 0 qoymuşam. Burada nə oldu? 4 dənə 1 oldu, 2 dənə 0 oldu. Səhvdir ona görə. 21-də necə olacaq bəs? 21-də də 21-in içində ayın hansı qüvvəti var 2-nin? 2 üstü 4. 2 üstü 4, yəni 16. Çıxanda qalır 5. Yazıram 2 üstü 4, üstə gəlsin. 5-in içərisində nə var bəs ayam? 2 üstü 2. 2 üstü 2, yəni 4 var. 1 qalır. 2 üstü 2. 1-in içərisində bəs hansı qüvvət var? 2 üstü 0. Çünki hər hansı bir ədədin üzərində 0 1-ə bərabərdir. Olanların yerinə 1 yazırıq. Ayəm də görüm hələ. 1, 0, Aha. 0. 1. Burada neçə oldu? 3, 1, 2, 0. Bunu niyə görə deyirəm? Deyərsiniz ki, həmən D variantını da bilirik. Sadəcə olaraq bu böyük ədədlər verəcəklər imtahanda. Mən istəyirəm ki, öyrəsin. Biraz uşaqların tez yadından çıxır bu. Birini də sən deyirən Eldar. Bu 36-nı sən də görüm. 36. 2 üstü 5, yəni 2 üstü 5 yazdıq. 32-dən 5 çıxanda, 36-dan 32 çıxanda 4 qalır. O da 2 üstü 2 var. 2 üstü 2 başqa yoxdur. İndi necə yazırıq denə? Ben görmürəm. Sıfıra kimi ya. Deyərsiniz ki, mən burada 2 üstü 2-də bitir. 2-yə qədər yazıram. Yox, hamısı sıfıra qədər. 1, aha, aha, 0, aha. 1, 5, 4, 3, aha, 2, 0, 0, 0. Sıfırı da nəzərə alacaqsınız ha. Bu da deyil. İndi 35-ə baxaq. 35-də neçə olacaq? Yenə 32 olacaq. 2 üstü 5, üstə gəlsin. 3 qalacaq. 2 üstü 1, üstə gəlsin. 2 üstü 0. Baxaq, 5 var, 1. 4 var, 3 var, 2 var, 1 var, 0 var. 3 dənə 1, 3 dənə 0. Başa düşdün Fəri? Sonraki səhviniz 56-ya qədər səhviniz var. Eldar. Fərdi var səndə? 45. Baba ədədi neçə bayt informasiya həcminə malikdir? Eldar izah elə 45-i. 5'i. Ümumiyyətlə, mənə bir dənə deyin görüm elə, hər say sistemi nə qədər yer tutur? Baxaq, ikilikdən ayam. İkilikdə bir ədəd, bir rəqəm, bir ədəd daha doğrusu. Nə qədər yer tutur? Nə qədər yer tutur? Neçə bit? 1 bit. Niyə görə 1 bit? Çünki 2 bərabərdir 2 üstü 1-ə. Ona görə axı biz keçmişdik ya rəng dərinliyində falan hamısında. 1 bitdir. 1 ədəd 1 bitdir. 16-lıqda sırayla gedək. 8-likdə ayam bəsiniz. 3 bit, 1 ədəd. Fərq demək istəyirdim. Mən fərq cəhət 3 bit. 16-lıqda 4 bit. 16-lıqda 4 bit. 1 ədəd. Sıranı yazıram 4 bit. Aşağı bəs 10-luqda neçədir? 2 üstü 4. 10-luqda. Yox. 3 bitdi, 4 bitdi. 4. Niyə görə 4-dür? Çünkü yerleşmiş. Aha, 2 üstü 3 ilə 10, 2 üstü 4 arasında yerləşir. Amma 8-in içərisində mən onu yerləşdirə bilmərəm, kodlaşdıra bilmərəm. Ona görə 2 üstü 4-dür. Yəni, elə 10-luq da 4 bit yer tutmuş olacaq. İndi deyək ki, baba ədədi neçə bayt informasiya həcminə malikdir? Eldar, buyur. Necə yazımsan? Deməli, neçə baytsa 16-lıqda olduğuna görə Ha? 4 dənə simvol Aha. var. 4 simvol da 4 bit tutduğuna görə Ha? 4'ü 4'ü 16 bit. 16 bit. Neçə baytdır 16 bit Eldar? 2 bayt. 2 baytdır. Bir anlık beynim dayandı. Başa düşdün, çaşma Eldar. Niyə təcinərsən? Fər başa düşdün? Simvolların sayını say sistemində bir ədədin tutduğu həcmə vurursan, bitlə alacaqsan, sonra çevirirsən bayta. Bu nəyə deyirsə çevirə bilərsən yəni. Bu getdi. Sonra 56-ya qədər var səhviniz. Yaza bilmədiyiniz. Yoxdursa keçək növbətiyə. Yoxdur Fərd. 54 vardı. Hə. Bunun neyini yaz. Aha, hə, onu yaz. Yaz özün 54-ü. Başa düşməsən deyərəm. Sonra 38-dən sonra 56 gəlirdi. Sonra birbaşa 93 atmışam, hə? İndi orada səhvlərinizi deyirsin mənə. 103. 103. 103-də
Mən baxım indi. 143'ü Ha? 16'ya bölə Biz biləcək ümumiyyətlə misin? ayam 8-də, yox, bir dənə sual soruşum da. 8-ci sayısından 16-lığa birbaşa keçid var ayam. Birdən keçirməliyik. Yoxdur. Yoxdur, axı keçidi bilmərik. Görmüşəm, orada 8 F var idi cavab. Yox, yox, onu çaşdırıblar da. Yox, ayan özü bilir də, bildi artıq səhvi. Neynəməlisən, ay, necə keçirdə bilərsən? Ya 2-liyə çevirə bilirsən, ya da 10-luğa çevirə bilərsən. İndi bu özün düzəlt səhvini. Qoy yadında qalsın. Beşi 16'ya vuranda 80. Bəli. Yəni primitiv hissələnmişlər. Array'dən verməmişdim sizə, hə? Pythondan, elə bilirəm. İşləməmiş ya, ya. Hayır. Cavab 63 var. Aha, B variantı almısınız yüz üstə. Ben baxım. Hə. Aha, düzdür. Başqa səhviniz Eldar, sən də de görüm mənə. Yaxşı. 163. 163. Yəni burada səhv yoxdur, Fərd. Ayan səndə 111-ə qədər yoxdur. Yaxşı. 163-ə baxaq. Aha. 163 ASCII cədvəlinə uyğundur yəqin ki. Ay da o Hə. bizlə dayanamıyor. Mənim Hadi sən yerlərəm. Sən 104-ə baxa bilərsiniz. Bəli. Gəl sırana baxaq. 104-ü çevirək. 104. Hə. İkili sayı sistemində fərdi zahirlər 104-dür. İkili sayı sistemində verilmiş bu ədədin altı sayı çevriləndə alınan ədəd. Hə. 4 ayrılacaq. Aha. Deyir 810. 4 ayrılır. İkilikdən 16'lığa keçəndə də neyinir? 4. Aha. Bəli, üzərində sonra burada ayırırıq. Bir dəqiqə. Bir dənə 1 tək qalırdı elə burada. 1, 2, 4, 8. Aha. Sıfırların toplamırıq üzərini. Birlərini toplayırıq. 8 üstə 4. Aha. 12. O da 1, 13. 13 neçədir? D. 1'dir. 1. Sən nə almışsan ki, Eldar? Necəm 1-də oldu? D1 olmalı deyil. Axı 1 əvvəldə gəlir. Sıralan deyir. Birinci yerdə 1 tək qaldı axı. Hə, heç açmışam. Taşma. Asandır. Sonra 163'ə bax. Ayan yazmısan 163'ü. Ha. Baş sındırdım tapdım. Baş sındırdın aferin. Əslində çətin deyil ha. Baş salabilirim. Çox. Yaxınlaşdıq. Uzun ağlamışım təkrar. Bu asan deməliyim. Mən deyim. Ayan demək istəyirdi Eldar. İstən səndir. Fərq yoxdur. Hansını istəyirsən? Mən də səhvdən biləcəm. Səhvdir hələ. Yaxşı. Bu A ilə böyük A'nın arasında 32 məsafə var. Ha, bəli. Bizdə baxma, bizə nə istəyir ki? 8. 8 simvol. 5-dirsə, əgər 4-dən 5-ə 1 varid artıbsa, onda 5-dən 8-ə 3 varid artacaq da müəllim. Onda 56 olacaq. Bunu ben niyə səhv yazmışsın evdə? Bilmirəm. Cavab 38 önemli. 18, 16'lık kodunu soruşursunuz. Ha, bir dəqiqə. Düz deyir. 10'luğu 56'dır. Amma nə deyir? 16'lıq kodunu tap. 56'nı da bölməlisən 16'ya. 3 qalıq 8, o da 38. 3 dəfə 48. Burada neçə eləyir? 8. 8, 38. Sadəcə axırını oxumamısınız. Görürsünüz imtahanda bunu da verəcəksə, bunu da verəcək. İndi yaxşı, Fərid burada çətinlik çəkirsən bu cədvəldə ümumiyyətlə sən. Necə 8 olmuş?
Bax 50, 55, 53, 6, 54, 7, 55, 8, 56. Baxın, onluq kodlarına baxın və həmişə böyük hərflə kiçik hərf arasında 32 vaid fərq var. Fərqi yoxdur. Hansı hərf olursa olsun, hər iki cüt arasında 32 fərq var. O birisini də yazdım. Sonra gördüm ki, biz zaatlar yoxdur. Sonra atman okudum. Ne kilit kodunun hansıdır? Düz yazmısan. Yazdım. Fərd bəs yazmısan 164-ü? Yo, özüm yazdım. Hə, indi düzəlt. Başqa səhviniz bəs 165-i yəqin yazmamısınız. Onu bir məncə heç kəs yazmayacaq, baxacağam. Bəs burada başqa səhviniz var 180-ə qədər. 166 var məndə. 166, ayının da özünü düzəlt. 5. 165-i hamıya izah edəcəm də qoyasınlar. Niyə yazmamısan? Yox. Niyə yazmamısan? Düşünmədim onu. Neyi? Deyir ki, Mən Y baxmadım, simvolunun sonra- 16-lıq kodu ilə bax, Y simvolunun bax burada bir varayan simvol yuxarıda onluq kod yazılıb. Bax, onluq kod olanda hər simvol, yəni böyük hərflə kiçik hərf arasında 32 fərq var. Onluqda var ha. 16-lıqdan mənə deyil. 16-lıqda məsələn düz rəqəmlər eynidir. 2 32-dir, 4-də 34-dür ardıcıllıqlandır. Amma gəl hərflərə baxaq. Z-dir, bu da 7A-dır. 5A-dır, bu da 7A-dır. Deməli nə qədər fərq var aralarında? Belə deyək də 20 fərq var da, səhvləmirəmsə. 20-dir. 166. 166. Bax, böyükdə neçədir? 5 adır. 5 adır, bax. Çətini çəkirsənsə, görüm harda çətin çəkirsən. Yeni hansı hərflərlə tapacaq? Y, əlifba sırasına görə B-dən tapa bilərsən, balaca B-dən. Məsələn, o balacadan o böyükdür. Balacanla böyük arasında baxaq da. Bizdə burada 2 dənə eyni verib. Böyük Z-nin kodu nədir? 5 adır. Kiçik Z-nin kodu nədir? 7 adır. Aralarında nə qədər fərq var? 20 fərq var. Düzdür? Aha. Deməli, balaca hərf böyük hərfdən 20 vahid irəlidə yerləşir. Deməli, balaca B-də 62-dirsə, böyük B ondan 20 hərf əvvəldə yerləşəcək. Hə, çıxacaq. Çıxacaq. Olacaq neçə? 42. Aha, B-im 42-dirsə böyük. Sonra nə gəlir? A, B, S-im neçədir? 43. D-im 44. Aha, Y-im də 45. Deməli, Y neçədir böyük Y? 45. 16-lıq kodunu tapdım. İndi 9 simvolunu istəyir. Burada da amma rəqəmlərin ardıcılığı eynidir də. 4, 30. 9-dan da 10-luğa keçəndə vururuq da. Hə. Qalanını da özün yaz. Sən yaza bilmədiyin var Eldar? Mən 166. Hə, düzəld onda. Hə, tapdın. İndi 9-luq kod simvolunun kodunu, ikili kodunu tapdın. 9 simvolunu tap əvvəlcə. Timotunu 69 tapdım. 19. Yeni tapmadın. Hələ yeni tapdım. Axı 69. 9, hə, indi 9 simvolunun ikili kodunu tapma. 9 simvolu demir, ayan. 9 simvolunun ikili kodunun onluğa çevirməlisən də. 9, 9 da. 5 tapmışdı. Bilməm, ayan neçə tapıb? 45-dir, hə, 45-dir. Hə. Ayan bax, 9, 4 neçədir? 34, 5 neçədir? 35, 6. 9-u yeyəcəm mən. Aldım 60. Cəmləyəcəksən də onları bəs. Deyir axı cəmlə. Hamısını. Nəyi yox, yeni koddan 9-un kodunu cəmləyəcəksən. Hə. Şərtdə onu deyil. 9-un da kodunu tap, cəmlə olar. 9-uncu da 39. Hər ikisini çevirin də onluğa çevirin. Onluqda çünki deyir cəmlə. 16-da cəmləmək yox, onluqda cəmləmək. Sen sevirgil. O da 8 gelirse 108. Hı. 126. Ana birdən yazsın baxarıq. 126. Hə, ayan düz yazıb. Deməli sən səhv eləmisən Eldar. Hardasa. Ayan başa düşdün necə tutacaqsan. Fərqi yoxdur. Hansı say sistemində verirsə versin. Onsuz 2 dənə sənə eyni bir şey verəcək, böyük hərflə kiçik hərf verəcək. Sən oradan fərqi tapacaqsan. Yerinin sabah Yeni nəqsi 16-lıq simvolun kodu. Yo 16'lığa şey 45 tapdı. Hadi 45'e çevir olduğu adam. 69.
Eldar düzəld özün. Elə 69 yazma. Özün düzəld. Aha, 69 o şeydir də. 9-un simvolunda, onluqda 39-da. 30'da yox. 16'lıqdadır. Burada 16'lıq kodları verib. 16'lıqda 39'da. Onu da onluğa çevir. Fərd çıxa bilmədi deyəsən işin içindən. Hansısı orada? 160. 164. Hı. Yazdı siz 164'ü. Ben de sardım size. Balaca 97 bölgə. 190. Baxaq. Harda? Yox, bax. Fərd qeyd eləyirəm, lap dəftərimə qeyd edirəm. Onluqda, bax, ASCII cədvəlində yazıram. ASCII cədvəlində. Qısaca. Onluq, əgər onluq ədəd verirsə, böyük hərflə, yəni böyük hərflə kiçik hərf arasında 32 fərq var. Amma bu buna 32 vahid. Yəni bu tutaq ki, A-nın kodu nə verib burada? A-nın kodu 97-dirsə, 32 bundan əvvəl nə olacaq? 65. 32 vahid fərq var. Fərq var. Amma onluqda belədir. 16-lıqda belə deyil. 16-lıqda indi biz tapdıq. Yəni nə qədər idi 16-lıqda? 16-lıq. 16-lıqda isə bax gəlirəm fərq bura. 2 dənə eyni nə var bizdə? Z-la Z. Böyük Z-nın kodu 7A-dır. Kiçik Z-nın kodu, yox, üzr istəyirəm. Böyük Z-nın kodu 5A-dır. Kiçik Z-nın kodu isə 7A-dır. 5A, kiçik Z isə 7A. Aralarında nə qədər fərq var fərq? 2A yox, 20. Xalar eynidir. 5A-nın üzərinə 20 gələndə 7 alır. Deməli 16-lıqda da 20 vahid fərq var aralarında. Hamısının, yəni hərflər arasında, rəqəmlər onsuz ardıcıldır. 20 vahid fərq var. İndi bizə nə deyir? 5 simvolunun ikilik kodu hansıdır? Sən nə fərqi var? Sən istəyirsən 5 simvolunu, hər ikisini verib də sənə. İstəyirsən buradan tap, istəyirsən buradan tap. İndi 50-dən tapsam 5 simvolu, bax buradan tapsam. A 97-dirsə balaca A, böyük A ondan 32 vahid az olacaq, 65. Böyük A 65 isə, böyük B neçədir? 66. Başa düşdün? Ardıcılığın. 1 vahid ondan çox. 66. İndi sən 66-nı onluqdan, onluq say sistemindən ikilik say sisteminə çevirə bilərsən. Və ya 16-lıqda istəyirsən tapa bilərsən. Hansı sən rahatçı onu? Onluqda məncə daha rahatdır. Hansını istəyirsən onu da yaz. İçindən 2-nin qüvvətlərini çıxart yaz. 165. 165-i hə, Fərd də bitirsin izah edeyim. Fərd tapdın? İndi 165-i bir dənə baxaq. Gör nə deyə bilirsən. Deyir ki, onluq say sistemində verilmiş n-dən asılı olan n daxildə natural ədəd 1 üstəgənilsin 2 üstü 8n üstəgənilsin 4n ifadəsini ikilik say sisteminə çevirin. Əvvəlcə gəlin, biz bunların ikilik say sisteminə çevirmək istəyiriksə, bu 2-nin qüvvətidir, bu da 2-nin qüvvəti olmalıdır. Bunu da 2-nin qüvvətinə çevirməliyik. Çünki ikilik say sistemində, bu neçədir? 1 üstəgənilsin 2 üstü 8n üstəgənilsin. Bu da olacaq 2 üstü 2 4n. Bu da elə olacaq. 1 üstəgənilsin 2 üstü 8n üstəgənilsin 2 üstü 8n. Bu nə deməkdir? 2 dənə 2 üstü 8n varsa nədir bu? 1 üstəgənilsin 2 vurulsun 2 üstü 8n-dir də. Eynidir, bundan eynidir. Aha, bunu tapdıq. İndi bizə deyir ki, bunu ikilik say sisteminə çevirdikdə alınan ədəddə olan sıfır rəqəmlərin sayını ifadə edin. Baxın, say sistemində də belədir. Məsələn, ikilik say sistemində 2 yazmışam 6. Bu nə deməkdir? Bu nə deməkdir? Bir dənə yox, ikilikdə deyirəm. İkilikdə. Nədir bu? Bu 2-nin yerinə bir dənə 1, üstü qüvvəti qədər 0, 6 dənə. Qüvvətində nə qədər varsa, Eldar o qədər. Qüvvəti qədər 0. Yaxşı? Hə. İndi bizə baxır. Baxın, bu bir ədədidir onsuz da. Bir onsuz bütün say sistemlərində 1-dir. Bura baxaq. Bu hissəyə baxaq. Bu hissədə necə olacaq? Bunu bir dənə gəlin sadələşdirək. Bunu qaldı axı. 1 üstəgənilsin 2 üstü 8n. Bunun üstündə görünməz bir 1 var. Üstəgənilsin 1-dir burada. Düzdür? Hə. İndi bu 1 adi bu. Bu nədir? Baxın, bu nədir? 2-nin üzərində mən bilirəm ki, burada bir dənə birim var. Düzdür? Başda bu 2-nin yerinə bir dənə birim var. Fikirləşin, gəlin n-ə özümüzdən bir dənə qiymət verək. Hər hansı bir qiymət. Məsələn, n-ə verirəm 3. 3-ün üstünə gələn 3-ü 8-ə vuranda 3-ü vururam 8-ə. Eləyir 24. 24-ün üstünə gələndə 1 25 olur. Hər hansı bir qiymət. Yuxarı onsuz sıfırların sayı deyil. Fərqi yoxdur. N-ə nə verirsə verin. Mənə fərqi yoxdur ki, onsuz. Aha, gəlirəm burada, deməli, bir dənə 1-dir, yanında 25 dənə 0-dır. Baxın, 25 dənə burada 0 var. Üstünə də bir dənə 1 gəlirəm.
Aşağıda üstünə bir dənə 1 gəlir. 1 yazmıram da. Nə olacaq? Bu 25 sıfırdan biri nə olacaq? 1 olacaq. 2 dənə birim olacaq. Yerdən 2 dənə sıfırım qalacaq. 24 dənə mənim sıfırım qalmış olacaq. Düzdür? İndi bizə nə deyir? Deyir ki, ikilik say sistemini çevirdikdə alınan ədəddə olan sıfır rəqəmlərinin sayını n ilə ifadə edin. Sıfır rəqəmlərin sayını. Sıfır rəqəmlərin sayı hardan gəlir mənə? Qüvvətdən. Qüvvətdən gəlir. Heç bura lazım deyil. Yəni buradan gəlir. Bu hissədən gəlir mənim sıfır qüvvətlərin sayı. Burada da sıfır qüvvətlərin sayı və nə var cavabda? 8n-dir də. 8n ilə tapılır. İndi burada üzərinə düzdür bir vahid də gəlir, fərqi yoxdur. Bir olmayacaq. Niyə çıx bir olsun ki? Çünki həmişə orada bir gəlir üstünə. Yəni qabaqda birimiz var da, o həmişə Yoxu gəlsin də. Tutaq ki bu 8 bax. sıfırı bir eləyir də müəllim, ona görə deyirəm. Bax, fikirləşin ki mən bu 1-i götürdüm Eldar. Bax, sıfırların sayını soruşmur məndən. Baxın. Bir də məntiqə baxın. Sıfırların sayını soruşmur məndən. Onsuz da mənim bir dənə burada birim var. Bu 1 də onsuz o sıfırları 1-ə bir dənə çevirəcək də 1-ə çevirəcək. Aha, məndə nə qaldı orada? 8n qaldı yuxarıda. Hə, sən demək istəyirsən ki, mənim burada bir dənə 8 şey var. Biri niyə götürməli üçün? Bax, burada yazmadım, mən 1-i gəlmədim axırda. Əslində, məntiqi cəhətdən 8-dən çıxılsın 1 olmalıdır. Eldar o cəhətdən düz deyir. Bax, niyə görə düz deyir? Mən 3 verməyim, balaca belədir. Yenə də böyük bir şey alınacaq. 2 versəm, 1 verim. Yəni, enə 1 verək. Gözlə, enə 1 verin, birdən də siz izahını verim onun qəşəncə. Baxın, enə verdim 1. En olsun 1. Yazıram, 8-i vuranda 1, üstünə gəndə 1-i. Neçə eləyir? 8-i 1-ə vuranda 8, 9. Deməli, 2 yanında, 1 yanında 9 0, 2, 3, 4, 5, 6, 7, 8, 9. Üstünə də gəlirəm, qabaqdakı bu 1-i. Hə, qabaqdakı bu 1-i. Neçə oldu? 1, 0, 2, 3, 4, 5, 6, 7, 8, bir də 1. İndi nə oldu? Sıfırların sayı nə qədər oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha, indi 8 n-dən gəldi də bu. Bildim müəllim mən. Çünki orada da 1 var idi, yuxarıda da 1 Hə. var, aşağıda da 1 Hə. var. İkisi bir-birini tarazlaşdırır. Bəli, tarazlaşdırır. Aydın başa düşdün fərq? Yoxsa izah eləyim bir də. Hə. Qiymət verin sadəcə hesablayın. Burada elə bilən bir dənə əndirabadi bu idi. Çünki o axırıncı səhifəni atmamışam sizə. Görsəniz. Görməsəniz yaxşıdır. Hə, sonra 166-nı fərq yazmısan? Yaz özün. Yazdın? Bunu necə yazdın bəs? Bir yazmışam. Yaz. Sonra 181 var. 181. Yəni o hissələr yadımdan çıxıb. Onu heyif ki, kitabda qayda şəklində verməyiblər, amma verməlidirlər onu qayda şəklində. Bunları bayaqlar mən yazdım ha. 16-lıq say sistemi demir ayın. 16 nə? 200 neçədir? 4. Bunların hər birinin aşağı hissələrini 2/4-ə qətməlisən. Nə idi bir deyin? 2/4-ə. Əvvəlcə 2-yə gətir. Ondan sonra alınan ədədi 4-ə böl. Mötərizənin içərisində 4-ə yazırsan, xaricində isə 4-ə böldükdən sonra alınan tam hissəni yazırsan. Qalıq olarsa da vurursan yazırsan. Elə fərd o sualda eyni sual digərindən. Belə başa düşürəm ki, eyni yerdə səhvlər eləmişsiniz. Ayın yadıma sal axşam yenə. Yanlar mənim yaxşı yadıma saldın, yazdım. Yadıma sal. Atmışam bir dənə yadıma düşür gəlməmiş. Aha. Demişdim, atıb düşünən belə nə demişdim. Orada indi mən sizə bir də izah eləyəcəm. Anar mənim deyir ki, göz səhv yox olmamalıdır. Bir dənə də izah eləyəcəm. Orada məncə var, yenə də hə, A variantı alınır, amma Aydı biz bir tapdıq. A variantı alınmır. 9000-dən başlayan bir şey alınır, amma həmin ədəd alınmır. Ondan 4 vahid çox ədəd alınır. Yəni nə qədər eləyirsən də alınmır. İndi bir də izah eləyəcəm bu sualı, keçəcəm üstünə. Fərdi yaz da bala. E simvolun kodunu istedim. Nə? E simvolun kodunu. Y simvolunun kodun. Y simvolunu nə ilə tapa bilərsən? B-yə yaxın tapa bilmərsən Fərd. B-dən sonra gəlir də, baxırsan, hə. İndi sən balaca B-ni bilirsən amma. Sən istəyirsən balaca B-dən sonra get ardıcıllıqla balaca Y-ni tap. Y-dən 20 çıx, böyük Y-ni tap. Ya da böyük B-ni tap, böyük B-nin üzərinə sırala gəl. Hansı sən rahatsa elə elə. Ayın harda qaldı? Belə gətirdə, sən tipindən istəyirsən. Yenə basışdırdım ayın bir-birinin içinə. Bu düzdür, bu düzdür, bu da düzdür. Hə, indi bunların yerlərini dəyişdin. Hə, vəsə. Bu nədir? Necə 2-nin yerinə bir dənə 1 yazırdıq ha? 16-da demir ayam. Deməli 16-nın yerinə bir dənə 1, üstündə 2-dən 0. Mən Elə bir 2-də yerinə bir dənə 1 yazmırdıq.
Hə. Axı 2 üstü 1-də onsuz ikilik say sisteminə çevirəndə. İndi deyir bunu 16-lığa çevir. 16 da 2 üstü 4 deyil. İndi 16-nın yerinə bir dənə 1 yazırsan qüvvəti qədər 0. 16-nın yerinə 1, qüvvəti qədər 0. 16-nın yerinə 1, qüvvəti qədər 0. 181'e bakalım. Öbürsünüz yazdım. Hı. 2 üstü 9, 2 üstü 20. Çünkü onlar 2 üstü 2 tane 8 vardı. Toplayanda 2 üstü 9 ediyor da. Hı. Bu formada yazdım. Sonra 16'lıkta üstəgiyinə görə 2 üstü 4. Yuxarıda qüvvətində 2 vurulsun 2. Plus bir de 20. O 9 formasında da yazmışım. Bax görə cavab düzgün alınıb variantlarda. 4 almışım. Neçə sıfır rəqəmi var soruşur. Sıfır rəqəmlərinin sayını soruşur. 4-dür. Demişti de bu Koderada da var idi. Var bu suallar, Koderada daha qəşənglər var bu sualların. Yəni imtahana beləsi düşür. Sadəcə nəzəriyyədə yoxdur. Fərid yadıma sal evdə axşam səni yadıma sal deyirəm. Bax ayağını yadıma salırsan, heç vaxt yadıma salmırsan. Ayağını yadıma axşam sal. Fəridə mən sırf bu ASCII kodlarına aid suallar var, onu göndərim işləsin. Kimin də çətinliyi var, göndərə bilərəm, siz də işləyə bilərsiniz. Sağlık suallar. Azalan çoxalan suallar. Nə hansı suallar deyirəm məsələn? Sen bilirsin. O yadından. Tap Koderan varsa kitabın burada, da Ayanın var ya, özünün varsa aç göstər. Bunda yok. Gəl burada var Ayanda. Hə. Aç göstər hansı sualları. Yadıma sal, göndərim. Tapdım mən. Tapdın? Всё. Başqa yazmadığın var. O biri sual var yəni, o da 10 kimidir. Mən göndərmişdim mən. Sadəcə orada nə var? Fərd yazdın, qurtardın mı? Mən 180 sorumda. 183. 180. 181-ə qədər səhvin var. Tapdın, yoxsa yox? Hə, всё. 181-ə qədər yoxdur, Eldar səndə də. Yox. Yazmamısan? 180 kimi. Yəni oradan sonra əsaslar gəlir, Eldar. Elimdə mənim. Hansını yazmamısan? 183-ü. Fərd yazmısan 183-ü. Ayan toplama da say sistemindən toplanması və vurulması. Yadından çıxıb. İndi soruşacağam sizə. CD var ya, gözümə gidim. Variantları görməmişəm. Yazmışam kənara. Sual verirəm sizə. Qaydanı əsas görün bilirsiniz. Hə, də düzdür məndə. Düzdür. Aha, 8-i say sistemində vuranda necə vururduq? Necə? Məsələn, 24-ü 12-yə vururam 8-likdə. Vururuq. No. 2-ni Ha, 8-ə vururuq. Aha. Sonra elə Ha, burada böyük alınmır da. Bir dəqiqə, gözlə bir şey alaq ki. Bununla bunu vururuq. Sonra alınır 8 çıxırıq da. Qalığı da bura yazırıq. Eldar, belə deyirəm. Hə, 3 4-ün 12. 24 eləyir. 3 4-ün 12. Saçdım. Hə. 12-dən 8 çıxırıq. Mən çıxmır, bölürük. Yox. Qalığı yazırıq. Toplamadan çıxırıq, Eldar. Vurmada bölürük. 12-ni bölürəm 8-ə. Neçə dəfə bölünür? Bir dəfə. Bir dəfə. Qalıq neçə alınır? 4. Qalığı da Qalığı yazırıq. Əgər çaşırsınızsa birinci qalığı yazın, sonra tamı yazın. Birinci qalıq yazılır. 4-ü yazdıq, 1 yadda. 3 2-nin 6, o da bir 7. 7 var yazıram. 6 4-ün 24. 24 bölürəm 8-ə, 3 qalıq 0. Bilirəm, sadəcə yazıram ki, görün. 0 3 yadda. 6 2-nin 12, o da 3 15. 15 yoxdur. 15 8-ə böləndə 51. gözlə 1 qalıq 7. 7-ni yazıram, yadda qalan biri də əvvəlini. Çaşdıq. 7-ni yazıram. Sadəcə cəmləyəndə də deyər gedib onluqda cəmləməyin. Ha, cəmləyəndə də 8-likdə cəmləməlisiniz. 4 7 sadəcə burada elə yoxdur problem. Belə bir şey alır. Hə, düz yazmışam. Sadəcə variantda Düzdür. Hə. Eldar göstər. 51 mənim. Yox, hələ buna gəlməmişik ki. Bu say sistemləri mövzusu deyil ki, bu mövzudan. Bax, keçirəm sizə təkrarı istəsə. Əsasən Eldar sən imtahana gedəcəksən. Get bax, bu mövzulardan harda çətinliyin varsa denən üstündə işləyək. Boşluq yaratmayın. Sınaq işlədəndə işləyə bilməsən yapışacağım canından. Bunlar da mənim 1-2 dənə var. 1-2 dənə olanda denəndə indi bax evdə. İndi demirəm bu dəqiqə bax. Mən 189 nə sualdı, onu yazmamışam. Hə, 189-a qədər səhv var. Yoxdur. 108-i yazmısınız da. Əsasından 108-i necə yazmısınız? Bir deyin. deyim nədir mən? Ben deyərəm. De. Eldar. Birinci oxuyum. Hı. Deyilməm. İkinci statistikdə Görəsən. verilmiş. Bu necə ki, ikili statistikdə verilmiş? 302 rəqəmli ədəd. Hə, bildim. Rəqəmin 16-da seçdik. Neçə rəqəmli ədəd alınır? Bunu elə bir Hə? 3'ü 1 ya 0 0 Yox, yox.
Yox. 302 rəqəmli deyir. 302 demir ki. 1-1 kimi yazaq da, 1-1 baxmırıq. Yox, yox. Deyilməm. Deyil. Aha, 4-ə böləcəyik. Baxın. Niyə görə 4-ə böləcəyik? Hansı Çünki dörd? 302 rəqəmli ədəd deyirsə, 302 rəqəmli ədədi yazıram, 302. 16-lıq say sistemi dediyinə görə 16-lıq say sistemində bir simvol, Eldar ona görə hamısını işlə deyirəm. Get evdə tamamla göndər mənə. 4 bitdir. 4 bit olduğuna görə mən nə etməliyəm? Bu rəqəmli ədədi, axı onsuz da eyni şey eləyir ya Eldar. 4-4 ayırmırıq 2-likdən 16-ğa keçəndə. Burada 3-2-lə rəqəm yoxdur. Mən də onu 4-4 ayırıram da 4-ə bölürəm, 4-4 ayırıram. Mənə lazımdır neçə rəqəmli ədəd alınacaq. Baxaq 30-u 4-ə böləndə neçə eləyir? 8 yox, 8 çox eləyir. 77 eləyir. 75,5 eləyir. O da ki çevrənin 76 var. Aha, 7, 28, 2, 22 də 5 dəfə, qalır 20, burada qalır 2. 75 deyə bilərsiniz ki, 75 qaldı və bu 2 nədir? Bu da əvvəlidir. Bilirəm. O artıq qalır həmişə. Əvvəldə bir dənə rəqəm. Axı onu da sən saymalısan. Yuvarlaqlaşdırıb 76. Çaşmayın, məntiqin başa düşün Eldar. Niyə 4-ə böldük şu an? Çünki 16-lıq say sistemi bax, fikirləş. Mən 302 rəqəmli demirəm. 10 rəqəmli, ikilik ədədi 16-lığa çevir deyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Sən bunu 16-lığa çevirəndə Eldar, necə çevirirsən? 4-4 ayırmırsan? 4-4 ayırıram. Bax, 4, 4, aha. 4, 4 ayırdıq. Baxaq, 4, 4, 4. Hə, neçə rəqəmli ədəd oldu bu? 1, 2, 3. Düzdür? İndi gəl belə eləyək. 10 rəqəmli 2 ədədi çevirirəm 16-lığa. Neçə dəfə bölünür? 2 dəfə bölünür. Düzdür? Çıxanda 8 qalır 2. 2-ni də yuvarlaşdırıram. Əvvəldə bu qalandı da 1, 2-dir bu. 2 rəqəmidir. Olur 3. Eyni şeydir də. İndi sənə 3-2 rəqəm deyib, 3-2 rəqəmi yazacaqsan imtahanda yox. Sadəcə rəqəmin sayıdır. Sən rəqəmin sayını 8-likdə desən bəs, Eldar. 8-lik say sistemində çevirdikdə 3-ə böləcəksən onu da. 3-ə böləndə neçə dəfə bölünəcək? 100 dəfə. 101 olacaq da cavab. 100 dəfə? Hə, 101 olacaq bəli. Yəni 300 çıxacaq bundan. Yerdə qalacaq 2, bu da olacaq 101. Başa düşdün, aydındır? Hə. Sonra keçək indi 89-a. Bu suallar deyirəm. 8, 210 kimi yazacaq. Hə. Bəli, Deyil buna. Deyil. 1004 üstə gəlsin nədir? 202 olaraq yazacaq. Aha, bax belə. Bir də gözləyirlər. Bu vacibdir. Bu imtahan sualıdır və sınaq sualıdır. Sınaqda düşmüşdü, mən bu Hə, yazmışdım. siz bunu parçalamalısınız. 2-nin qüvvətlərinə. Neçə yazarıq denə? 210. 1024 Əvvəl plus yazaq. 2 2 yoxsa 4? 4. Kvadratı. Aha, kvadratı. Bunu da yazıram. A kvadratı, B kvadratı üstünü yazır. Aha, 2 üstü 10 üstə gəlsin. 2. Aha, 2 üstündə yazmalıyıq. Gəlin yazaq aşağıdan. 2 üstü 20-dən başlayaq. 2 üstü 20-ni 16-lıq say sisteminə gətirəndə mötərizənin daxilində 2 üstü 4, 5 qüvvətində. Yəni bu deməkdir. 16-nın yerinə bir dənə 1, qüvvətə qədər 0, bir yanına 5 dənə 0. Sonra 2 üstü 13-ü isə 2 üstü 4, qüvvətində 3, bu edir 12. 13-ü böləndə 4-ə 3 dəfə, 1 qalır, yuxarıda yazırıq. Vurulsun 2 üstü 1-ə. Bu deməkdir 2, yəni bu 1-dir, yanında 3 dənə 0. Buranda 2, 2 yanında 3 dənə 0. 8, 16, bəs 2 üstü 4 nədir? 2 üstü 4 də bərabərdir. 2 üstü 4 qüvvətində 1, yəni 1 yanına bir dənə 0 deməkdir. İndi bunları cəmləyəndə 0 rəqəmlərinin sayını soruşur. Gəlib yazıram 1 yanında 5 dənə 0. Üstə gəlsin 2 yanında 3 dənə 0. Üstə gəlsin 1 yanında 1 dənə 0. 0. 4 üstə 4-ü yazanda 16-lığa gətirəndə 2 üstə gəlsin 4, bu eləyəcək 2 üstü, 4 üstə gəlsin 2. Yəni 1 yanına 2 dənə 0. Düzdür? Belə yazacaqsınız. 16 üstü 16 da 2 üstü 4 üstə gəlsin 16-dır. Yəni 1 yanına 16 dənə 0. Sırayla yazanda 32, 2 üstə 5 gəlsin. 32-dir. Bunu vuracaqsınız 2 üstü 5, 2-nin 10, 5 üstü 15, 60. 160-da sonra 4-ə böləcəksiniz. 2 üstü 4, bu da 40. Bu da nədir? 1 yanına 40 dənə 0. 64 də 2 üstü 6, 64. Vuracaqsınız
6 4-ün 24, 6 6-ın 36, o da 2, 38, 384. Bunu da 4-ə böləcəksiniz. 4-ə böləndə neçə dəfə bölünür? 9 dəfə 36, bu da 6 dəfə. Deməli, bu nədir? Bir yanına 96 dənə 0. Bu 128'e baxanda 2 üstü 7, 128. Bunu da vuracaqsınız. 7 8'in 56, 7 2'nin 14, o da 5, 19, 7 1'in 7, o da 1, 8, 8 96. Bunu da böləcəksiniz 2 üstü 4. 4'ə böləndə 2 dəfə bölünür, 2 dəfə bölünür, 4 dəfə bölünür. Bu da bir yanına 224 dənə 0. Yazdıq bunları. İli keçək nəyə? Bizə deyir ki, sıfırların sayını soruşun. Gəlin burada baxaq. Burada nə var idi? Bir dənə 1 burada var, düzdür? Bir dənə 1 burada var, düzdür? 8'ini hamısı hesabladım. 8 hesablamadım. Hə, görməmişəm bunu. 8 üstə 8-də deməli 2 üstü 3 üstə gəlsin 8-dir. 2 üstü 24-dür. Bunu da yazanda 16-lığa 2 üstü 4 6-dır. Bu da nədir? Bir yanına 6 dənə 0. Düzdür? Bizdə sıfırların sayı çoxdur da. Gəlin biz ümumi rəqəm sayından və ya bizə nə deyir? Sıfırların sayından, ümumi sıfırların sayından birlərin sayını çıxaq, tapaq sıfırların sayı nə qədər qalır yerdə. Çünki sıfırların sayı çoxdur, bir-bir hesablayır. Baxın, nə qədər bir dənə var. Burada bir dənə 1 var, uşaqlar. Bu 4 üstə 4-də. Bir dənə 1 var. Burada bir dənə 1 var, 2. Burada bir dənə 1 var, 3. Burada bir dənə 1 var, 4. Burada bir dənə 1 var, 5. Burada bunu saymayacağım axırıncını. Çünki əgər saysam 225 dənə rəqəm götürməliyəm. Onsuz bunun 224 dənə sıfırı var deyə bunun birini saymıram. Bir dənə də 5 var. Bu da axıra gələcək. Bu 5. Deməli 224 dənə sıfırda. Çıxıram 5 dənə, baxın 5 dənə 1-i. Neçə elədi? 219. Əgər biz düz saymışıqsa, yəni düzgün bölmüşəmsə, belə olmalıdır. İndi bilmirəm variantlarda baxarıq, yəni bölmü üsulu belə. Belə gedəcək. Sıfırların sayından çıxacaqsınız birlərin sayını, yerdə qalacaq sıfırların sayı. Yerdə qalan sıfırların sayı. Sonra keçək bir dənə bu 192-yə. Bunun da birini izah edirəm, növbətini siz yazın. Qoy sınağa vaxt qalsın. 192-də nədir? Atdım. Əslində var idi şeydə, Koderada bu suallar var. Sadəcə belə cədvəl şəklində veriləndə var deyə verəm. Deyir ki, 32 onluq ədədi yazın. Hə, yazdım. İndi bunu onluğa çevirək. 2 üstə gəlsin 2-yə daha doğrusu. 5 üstə gəlsin 32. Neçə elədi bu? 2 üstü 160. İkinci addım. Birinci addımdakı ədədin üzərinə 10 rəqəmli ən kiçik ikilik ədədi gəlir. Hər hansı say sistemində ən kiçik ədəd bir yanına müəyyən qədər sıfırdır. 10 rəqəmli dediyinə görə də bu 2 üstü 9-dur. Bir yanına 9 dənə 0. Neçə elədi? 10 rəqəmli elədi. 10 dənə 0 yazmayın. 11 rəqəmli olacaq. 3 burada, 3 burada, 3 də burada. Bir yanına 9 dənə 0. Aha, bunun üzərinə, yəni bu 2 üstü 160-ın üzərinə bu 2 üstü 9-u gəlirik. Sonra deyək ki, ikinci addımda alınan ədədin üzərinə isə 16 onluq ədədini gəlin. 16 onluq ədədi nədir bəs? 2 üstü 4 üstə gəlsin 16. Bu da 2 üstü 64-dür. Yəni bir yanına 64 dənə 0. Üçüncü addımda alınan nəticəni 16-lıq say sisteminə çevirdikdən sonra alınan ədəddə olan sıfırların sayını tapın. Gəlin bunların hər birini 16-lıq say sisteminə çevirək, sonra tapaq sıfırların sayını. Bu 2 üstü 160'ı 2 üstü 4, 40 yazsaq, bir yanında 40 dənə sıfırdır bu. Bir yanına 40 dənə sıfır. Başa düşməyə də deyin uşaqlar. Mən tez-tez izah edirəm, yəni. Əgər hansı hissədə sizə qarışıq qaldısa, deyin orada izah edeyim. Çünki növbətini sizə verəcəm. Yəni. 2 üstü 4, bu da 9'u böləndə 4'ü 2 dəfə tam. Yerdə qalıb 2, 2 üstü 1. Bu deyilir, bir yanına 2 dənə 0 vurulsun 2'yə. Bu da gələcək 200. Bu hissədə isə elə burada yazmışam. Gəlin bunu silək. Yazmışam da yəni. 2 üstü 4 üstü 16 yazmamışam. Bu da bir yanına 16 dənə 0'dır. Bir yanına 16 dənə 0. Bizdə nə alındı? Deməli, bizdə alındı 2 yanına 2 dənə 0, bir yanına 16 dənə 0, bir yanına 40 dənə 0, düzdür? Yəni bizə deyir ki, sıfırların sayını tapın. Gəlirəm, bir yanına 40 dənə 0'ın burada var. Üstünə gəlirəm, bir yanına
2 dənə 2 yanına 2 dənə 0, üstünə gəlirəm 1 yanına 16 dənə 0. Neçə dənə 0-ım qaldı? Aha, bu 16 dənə 0 olsa 0 olacaq. Bunun bir dənə 1-i var, bunun bir dənə 2-si var. Bu 40 dənə 0-ın 2 dənəsi bunlar artıq dolacaq yerinə. Neçə dənə 0 qalacaq? 38 dənə. 40-dan çıxanda 2-ni, çünki birinə 1 olacaq, birinə də 2 yerləşəcək. O sıfırların dəyişəcək qiymətini, yerdə qalacaq 38. Fərdi aydın da başa düşdü? Hə, başa düşdü 193 özünüz qəşəng bir dənə yazın. Burada sınaq. Görüm kim tez qurtaracaq? 194 ilə 95 də yazmayıblar ya, Allah bilir. Necə də bilirəm sizi. Gəlin bir dənə 194-ü izah eləyim. Ondan 194 ən sadəsidir. Bunun yəqin ehtiyac yoxdur saxlamağa. 194 çox sadədir. 195-i də yazın. 196-nı da yazın. Всё, 24-dür. 30-a qədər bitirərsiniz yəqin siz. Professorlarımsınız mənim. X əsaslı say sistemindən 169 olan ədədin X+2 əsaslı say sistemində təsvirini müəyyən edin. Uşaqlar, belə bir sual olanda nə edirsiniz? Deyirsiniz, ay müəllimə, hansı say sistemindən, hansı say sistemi? Hardan bilim mən? Münəcciməm mən? Nə edirsiniz? Baxırsınız ədədin rəqəmlərinə. Yaddan çıxartmayın. Ədədin rəqəmlərinə baxıram. Ən kiçik hansı say sistemində ola bilər bu? 10. Niyə görə? Yox, 9-dur. Aha. Baxıram ən kiçik onluğu, deməli bu 169 onluq say sistemində ola bilər. Əgər x-im 10-a bərabərdirsə, x plus 2-im də 12-dir. 10-luqdan çevirirəm 12-yə. Belə gedirəm. Всё. 169-u 12-ə böləcəyik. İndi sizdə isə budur 1585. İndi soruşsam bu hansı say sistemində ola bilər ən kiçik? 9. Всё. 9-u çevirəcəksən onluq say sistemi. Aydındır? Hə. 169 deyil 12 bir şey. Qalsın, yox, 193 qalsın, 195 yazsın. Ya 193 də yazın. Bir dənə 196-nı saxlayın. Çünki orada 6 üstü 6 var, onda çaşarsınız. Çünki 6 üstü 6 var orada. O hissədə çaşa bilərsiniz. Hardan mənim sıfırlar takıntısı var. Yəni sıfırlardan sıfır. Yaxşı, bu 193, 195 ikisini yazın. İkisini bitirin. Mənə neçə dəqiqəniz var? Baxın mənə. 26, 4 dəqiqəniz var. Hərəsini 2 dəqiqə. Birinci addım. Bu neçədir? 4200 4100. kvadratı. 4100'ün kvadratı. 4100 necə yaza bilərsən ki? 496 fərqi. Ailə geçsin, sabah çıxamayız. 496 212. 4100, 4192'dir. Buradan 4096. 4000. Sonra bir Bir dənə bir yazım 16 rəqəm yazsın. 4096, 213, 315 2 alır. 493 213. 5 süper yazdım. Ne onun şeyi? Kvadratı da 213, 215. şey vur 2, 14, 2, 15, 213 düz yazmışım. Mən çaşdım. Sonra bu neçəncə sayacağım 8 diye. 8'e 200, 200, 0, 4 yazıyor 2'ye. 200, 200, 5 sabır. 200, 1, da 208 ile 200 bölenli. 200 qalacaq da. Yox, olmaz. Sən 8-i 8-ci yaza bilirsən. 10 olacaq. 6 sayfım. Yox, 10-lu say sistemidir. Görmürsən? 3-cü adlı nəticə 8 say sistemi. Mən bu çox uzundur. Yazdım axı bir. Yox, müəllim, bir dənə 4100-ü kvadratına çevirmək lazımdır. Hə, 4096 üstə gəlsin 4-dür də. Hə, biz də elə yazırıq. Uzun. Yaxşı, biraz verdim vaxtı. Çox atdım vaxtınızı, amma özünüz yazın. Mən 200 308-yə çevirəndə 200 8-likdə də. hə, 200 o 1-0 yazmalı, yox 8 yazmalı, yox. Yox, o nədir o? Ha?
bitdi. 8 idi olsun, 8 Bax, 8 olmadı. 2 üstü 3 demirsən. Bu Aha. nədir? 2 üstü 3 vurulsun 1-dir də əslində. Aha. Yəni 1 yanına, bir dənə də 0. Hadi düz demişəm. Bu çaşdırdı mən. Belədir. Yaxşı yaz. 4 2 Neyse qayıtdım. Qaydıram üstün üçün kəstirəm onu qəşəng burada. bir dənə də 10 var. Birinci hakkında üzerine 11'e en küçük şey geliyor. Rakamın en küçük. Hı. Rakamı taşıdım ben. Heç danışmadım bir şey. Birinci hakkında şey adedin üzerine 16 re. En küçük. Yok, bir tane bir yanına da 15 tane sıfır var. Yəni 2 üstü 15. Bir Tabii ya. Elə yazmayın da 2 üstü 15 yaz da. birinci mahalle. Taşırsan. Ofisin də veriləndə 3-cü addımda da 32 üstü 69, o da 2 üstü 5, 2 üstü 6 yazırıq. Və bu nə ilə? 2 üstü 5, 2 üstü 6 nə dayan? 2 üstü 5, 64 yazırsan elə yuxarıda. 64-ü dəyişmirsən ki, sadəcə bunu dəyişirsən. 64 Hı. 64 bir şey. Heç elə riyaziyyatda da sual var. Qüvvətin üstə qüvvət yazmaq var. 120 söz olur. Necə bu dolar? 100. Burada növbəti səviyyədə kombinezon sualları var idi. Kombinezonla həll olunan suallar var. Kamera alsan. Çətin. Bilirəm Hasan. Yox, bəziləri vardı. Bəziləri vardı. İmtahana düşmüşdü. Birinci sırada kombinezon. Permütasiya düşmüşdü. Permütasiya. Yox, kombinezon gördüm mən. Mən imtahan permütasiya düşmüşdü. O da sandım. Onlar permütasiya birinci sona O saniye kombinezon sağ ol. düşmüşdü. Hə, birinci sual düşmüşdü. 106. Mən deyirəm də mənim imza bir dəqiqə. 1 2 4-də qalmışam. 3 dayan. 3 Cavab bizim necədir? Rəqəm sayını soruşur. Rəqəm sayını. Hə, rəqəm sayını soruşur. O belə sayılır. Ədədin rəqəmlərinin sayını. 1 2 3 sonra başqa. Ən böyüyü neçədirsə rəqəm sayı o qədərdir Eldar. Ən böyüyü qüvvət hansıdırsa rəqəm sayı o qədərdir zaten. Çünki qalanı hamısı onun daxilində gəlir axı. Məncəm 107-dir bir də Onu sən canı saymayın imtahan elə sual düşür Eldar. Yaxın sən ol. Bir də gördün bir də bir saydım. Məntiqli işlədim. Ən böyük